Qabaq faralar var, arxa faralar var. Qabaq fara adından bilindiyi kimi maşının önündə olur, qabağında olur. Arxa fara isə arxada olur. Qabaq faraya baxaq görək nələrdən ibarətdir. Bir faranın içində 4 dənə işıq olur. Dönmə işıqlarıdır, bildiyimiz pavarotniklər. Yaxın işıqlardır, 35-50 metrə vuran dediyimiz işıqlar. Uzaq işıqlardır, 75-110 metrə vuran və qabarit işığı balaca bir lampadır. Sadəcə olaraq maşının önünü və arxasını göstərmək üçün. Yəni kənardan baxan maşınımızı diqqət yetirsin deyə bu işə baxır bu qabarit işığı. Arxadakı faralar. Arxadakı faralar tormuz işığından ibarətdir. Dönmə işığından ibarətdir. Geriyə hərəkət işığından ibarətdir və nəhayət qabarit işığından ibarətdir. Bunların ən guru tormuz işığıdır. Ancaq tormuzu basanda yanır. Dönmə işığı dönmə işıqlarını yandıranda yanır. Geriyə hərəkət işığı maşını daldala verəndə yanır. Qabarit işığı axşam düşən kimi siz işıqları yandıran kimi yanır.